Hacısonu metrosuna yaxın Gənclik Parkının düz qarşısında 7 mərtəbəli yeni tikili binada yeni bir mənzilimiz satışa çıxdı. Mənzilimiz bir otaqdan 2 otağa düzəlmədir. Hal-hazırda mənzilin geniş və işıqlı olan qonaq otağıdır. Pəncərə, panorama pəncərədir. İstilik sistemi, kombi sistemidir. Radiatorlar quraşdırılıb, lüstrlər asılıb, hazır vəziyyətdədir. Mətbəxə keçid qonaq otağındandır. Mətbəx mebeli tam yığılıb, aksesuarları quraşdırılıb. Mətbəxin qarşısında açıq eyvanı var, kombi aparatı, qaz sağacı quraşdırılıb. Mətbəxin döşəməsi qranit mərmərli isti döşəmə ilə. Mənzil 7 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. 72 kvadrat ümumi sahəsi var. Mənzilin dəhlizi, giriş qapısı, dəhlizi də genişdir. Dəhliz dolabı üçün geniş yeri var. Mənzilin yataq otağı. Yataq otağında da radiator quraşdırılıb, lüstr asılıb, hazır vəziyyətdədir. Sanitar qovşaq bir yerdədir. Sanitar qovşaqda bütün aksesuarlar yığılıb, paltaryan sanitar qovşaqda nəzərdə tutulub. Əziz izləyicilərimiz, gördüyünüz bu mənzilin sənədi müqavilə qiyməti 180 min manat. Kimə maraqlı varsa profildə nömrəmiz var. Buyurub zəng eləsin. Sağ olun, bizi izləmədə qalın.